Bax, belə əziz tamaşaçılar, bir daha getmək istəyirəm ki, İntiraz efirində Xeyirli Sabahlar proqramı davam edir və elə proqramımızın əvvəlində də qeyd etmişdim ki, qonaqlarımız olacaq. Çox maraqlı bir mövzunu qonaqlarla müzakirə edirik və qonaqlarımızı təqdim etmək istəyirəm. NLP ustadı Babək Bayramov, xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Xoş gördük, siz Azərbaycan xalqını salamlayıram. Təşəkkür edirik. Teleaparıcı, diksiya üzrə mütəxəssis Cəlalə Nəzəroğlu, xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Bugün nədən danışırıq? Ümumiyyətlə, bədən dilindən, qadınlar və kişilərdəki bədən dili haqqında danışırıq. Ümumilikdə yaxın 35-40 dəqiqə ərzində biz bu mövzunu qonaqlarımızla müzakirə edirik, əziz tamaşaçılar. Mən istəyirəm, mənim icazənizlə Cəlalə xanımla başlayaq ki, bədən dili nədir? Əvvəlcə buradan başlayaq, kişilərin və qadınların bədən dili haqqında söhbətə bir giriş verək, daha sonra suallarım yenə olacaq. Buyurun. Təşəkkür edirəm verilişə dəvət elədiyinizə görə və bu mövzunu seçib müzakirəyə qoyduğunuza görə. Təşəkkür edirik. Əvvəlcə mən diksiyadan danışmaq istəyirəm, bədən dilinə keçməzdən öncə. Diksiya insanlar arasındakı ən gözəl ünsiyyətdir. Ən gözəl danışıq formasıdır. Buna diksiya adı veriblər və ünsiyyət prosesində bədən dilimiz, səsimiz və sözlərimiz bütünləşərək bizim nitqimizi yaradır. Mən bir dəfə tələbələrə belə bir sual verdim ki, sizcə bizim nitqimizdə bədən dili neçə faiz təşkil edir? Səs neçə faiz təşkil edir və söz neçə faiz təşkil edir? Onlara faizləri dedim 60, 30 və 10. Qəribə cavablar gəldi və cəmi 10% bədən dilinin üstünə qoydular tələbələr. Və cavabları aldıqdan sonra mən onlara deyəndə ki, bədən dili bizim ünsiyyətimizdə 60%lik bir təsirə malikdir, inanın ki, çox təəccübləndilər. Baxın, bir sözü, misal üçün mən deyirəm ki, İqrar təşəkkür edirəm məni efirə dəvət elədiyinə görə. Bir var bunu soyuq bir şəkildə, İqrar təşəkkür edirəm məni efirə dəvət, bir də var, İqrar təşəkkür edirəm məni efirə dəvət elədiyinə görə. Bax, gör, təsiri gördün, fərqi gördün. Yəni, bədən dili olduqca önəmli bir faktordur və çox maraqlıdır ki, iki hissəyə bölünür. Biri idarə olunan, digəri idarə olunmayan, qeyri-ixtiyarı ortaya çıxan. Qeyri-ixtiyarı ortaya çıxan bədən dili nümunələri çox maraqlıdır. Misal üçün, iş görüşməsinə getmişik, bizlə biri söhbət edir və təbii ki, biz narahatıq, görəsəm, biz onun xoşuna gəlirik, gəlmirik. Mənim ortaya qoyduğum, CV-də qeyd elədiyim məlumatlar onun üçün yetərlidir, yoxsa yox. Bunu bilmək üçün çox sadə üsullar var. Misal üçün, bizi dinləyən adam bu şəkildə oturubsa, dirsəklərini stolun üstünə, masanın üzərinə qoyub bu şəkildə oturubsa, deməli, işlər yaxşı getmir. Heç yaxşı getmir və biz onu qane eləməmişik. Oturub söhbət eləyərkən bizi dinləyən insana səni çox bəyənirəm, sənin dediklərin mənə təsir eləyir və razılaşıram mesajını vermək üçün o necə oturubsa, biz də elə otururuq. Misal üçün, mən Babək müəllimlə söhbət edərkən, əgər indi səndən danışıram və kameraya danışıram, əgər tək Babək müəllimlə söhbət eləmiş olsaydım, o necə oturubsa, mən də elə oturacaqdım. Əgər o da ayağını ayağının üstünə aşırmış olsaydı və sağdan sola və yaxud soldan sağa, mən də o formada eləyəcəkdim. Əllərini nə formada qoyubsa, mən də o formada eləyəcəkdim və danışarkən onun mimikasını təkrarlamağa çalışacaqdım. Bu, məmnuniyyət hissini bildirən bir mesajdır. İrəliyən dəqiqələrdə daha geniş danışarıq. Davam olacaq, əlbəttə. Mən bilirəm ki, əlavələriniz var və təbii ki, bədən dili və xüsusən də qadınlarda və kişilərdə də fərqlidir. Cəlalə xanım sözü biraz çətin keçdi üzərindən, amma istəyirəm münasibət bildirəsiniz. Cəlalə xanım açıqladı kifayət qədər. Bir şey demək istəyirəm ki, insan danışmasa da onun bədəni danışacaq. Mütləq bir mesajlar veririk. Həm səs tonumuzla, həm bədənimizlə, eyni zamanda sözlərimizin mənası ilə. Faiz nisbətləri də nisbətən uyğundur, həqiqətən də çox yaxın bir şeydir. Burada bir məqamı demək istəyirəm ki, adicə uşaq vaxtı mənə adım Babəkdir. Deyirdilər, Babək deyirdilər, adımı çağırıldığını bilirdim. Ancaq valideynlərimin hissləndiyi zaman Babək deməsi mənə tamam başqa bir şey ifadə edirdi. İzah eləyə bilirəm mi? Yəni, istənilən halda insanın verdiyi mesajlar sadəcə olaraq həm bədəni ilə, həm səs tonu ilə dəstəklənərsə, o zaman verilən mesajın effektini artıra bilərik. İş görüşməsindən danışdınız. İş görüşməsinə getdiyimiz zaman bir var, CV-ni qoyduq qabağına. Adam baxır, Manchesterdə və yaxud da ki, Michiganda master olub, biznes strategiya oxuyub, istənilən CV fulldur, istənilən məlumatlar orada var, amma bu danışanda səs tonu sönük, bədən cansız bir vəziyyətdə danışırsa, istənilən güvəni oyandıra bilərmi? Yaxud siz bunu işə götürə bilərsinizmi?
Adam baxdıqda ora zaten hər şey CV-də var. O zaman intervyunu niyə keçirdir? Baxsın, görsün ki, bundan sənə iş görən olacaq, yoxsa olmayacaq. Məqam bunun üzərindədir. Yəni insanların özünün ifadə qabiliyyəti çox önəmlidir. Eyni zamanda biz özümüzə verdiyimiz mesajları da bununla səs tonumuzla və bədənimizlə dəstəkləyirik. Adi bir düşünmə prosesinin içərisində gedirik. Biz başqaları ilə ünsiyyəti nəzərdə tutmuram burada. İçimizdə öz-özümüzdə suallar veririk və cavablar axtarırıq. Doğru suallar yönləndirərək o cavabları axtarmağa çalışırıq, deyilmi? Ancaq burada içimizdə hər hansısa bir səs tonunu dəyişək. İç səsimiz var da, daxili səsimiz var. Lal nitq deyilir. Bəli. Daxili səsimizin tempini nisbətən yüksəltsək, bədənimizdə canlanmanın gəldiyini görəcəyik. Niyə? Çünki zehinlə bədən eyni sistemin hissələridir. Əgər beyində bir düşüncə yaranırsa, o düşüncə bizi zəiflədəcək bir düşüncədirsə, bədən də zəifləyəcək. Yox, əgər o düşüncə bizi gücləndirəcək bir düşüncədirsə, avtomatik olaraq canlı vəziyyətə keçəcəyik. Məqam bunun üzərindədir ki, biz özlüyümüzdə sinir sistemimizə göndərdiyimiz mesajlara dizayn eləməyimiz lazımdır. Sözlərə gəldikdə isə insanlar çox zaman öz fikirlərini neqativ fikirlərlə ifadə edirlər. Bunu necə götürə bilərik? İnsanlardan nə istədiklərini soruşduqda, nə istəmədiklərini daha çox deyirlər. Problemlərim olmasını istəyirəm, bu problemləri istəmirəm. Hansı ki, beyni avtomatik olaraq o problemlərə kökləmiş olur. Yəni, ağ dovşanı düşünməyən dedikdə, düşünməmiş ola bilirsinizmi? Mümkün deyil. Amma hər bir neqativ ifadənin də bir pozitiv tərəfi var. Yəni, bu şəkildə deyək ki, bu iş mənə narahatlıq verir və çətindir. İfadəsini bu şəkildə dəyişdirə bilərik. Bu iş o qədər də asan və rahat deyil. Belə götürdükdə mənalar eynidir, amma hər bir sözün özünün bir enerji yükü var, məna yükü var və beyin onu qavradığı kimi bədənə də həmin enerjini yükləməkdədir. Baxın, burada bədən dilinin əsas əlamətlərindən xüsusən vurğulamaq istəyirəm ki, geyimdir, duruş tərzidir, başın qoyuluşu, ayaqlar, əllər, salamlaşma tərzi, eyni zamanda məkan anlayışı. Adi bir qaydada geyimin özünə gəldikdə, düz cizgilər olduqda insanı daha uzun göstərir. Enine cizgilər olduqsa isə kök biraz alçaq boy göstərir. Yəni, o nöqteyi nəzərdən və yaxud da ki, tünd rənglər insana daha fərqli bir təsir bağışlayır. Avtomobilin özünü götürək, tünd rəngli avtomobillərin nə qədər sürətli gəlib gəlmədiyin hiss eləyə bilmərik. Yaşıldır, qaradır, amma açıq rəngli avtomobilləri daha rahat seçə bilirik. İnsan zəkası illüziyalara meyillidir. Olanları olduğu kimi deyil, olmaq istədiyi kimi, yəni qavramaq istədiyi kimi qavramağa meyillidir. Baxın, indi bir insana sevgi və yaxud eşq etirafı elədiyimiz zaman, mən səni sevirəm sözün bir sönük vəziyyətdə desə, hansı təsiri bağışlayacaq? Və yaxud da ki, onu içdən, hətta biraz da onu şişirdib, hədsiz dərəcədə böyüdənlər də var, diz atıb yerə deyib təqdim eləyənlər də var. Və yaxud da ki, xüsusi bir jestlərlə, yəni o dərəcəyə də ehtiyac yoxdur, amma xüsusi bir jestlərlə ifadə eləmə tərzi neyiniyir? İnsanda güvən oyandırır. Yaz Cəlalı xanım çox gözəl vurğuladı ki, təkrarlamaq. Biz buna deyirik aynalamaq texnikası. Yəni ki, insana niyə görə bunu veririk? Əgər biz onun hərəkətlərin davamlı şəkildə biz də eləyəriksə, o zaman bizim sinir sistemimiz onun sinir sistemi kimi işləməyə başlayacaq, bənzər şəkildə və ahəng içərisinə giririk. Və sevgililərə baxırsınızmı, bədən duruluşları təxminən eyni, səs tonları eyni. Demək olar ki, bir-birlərini təkrarlayırlar. Onlar şuurlu surətdə bunu eləmirlər. Qeyri-şuurlu vəziyyətdə ahəng içərisinə giriblər. İnsanlarla söhbətiniz tutubsa, indiyə kimi kimlə ünsiyyətiniz yaxşı olubsa, bu o deməkdir ki, siz onu düşünməsəniz də mütləq bir ahəng içərisinə girmiş olmusunuz. Yəni, həm insanlarla, həm sistemlə, yaşadığınız mühitlə, işlədiyiniz mühitlə ahəng içərisində olmağımız lazımdır. Çünki ahəng insanları birləşdirir, ziddiyyətlər isə bunu dərinləşdirir, uçurumları ilə demək istəyir. Faiq müəllim, aşağı tonda və ya yuxarı tonda danışmaqdan söz düşmüşkən ağlıma belə bir şey gəldi. Çünki bu xüsusən də
teleaparıcılara da daha çox aiddir Bəli, ki, bəli. məsəl üçün elə aparıcı var ki, Cəlal xanım da tanıyır ki, ağız aparatı işləmir. Yəni Bəli. biz onu izlədikcə, dinlədikcə onun verdiyi informasiyanı qəbul edə bilmirik ki, o nə demək istəyir. Yəni bu aparatı da işlətmək lazımdır ki, onu yəni təqdim elədiyin xəbərin ağırlığını biz hiss eləyə bilək. Səs tonu Və bəsəndir. o istiqamət istəyirəm və Cəlal xanım deyəcəyi mütləq var. Mütləq var. Səs insanın şəxsiyyətini yansıdır. Bəli. Mütləq şəkildə. Hətta birini görmədən belə səsini eşidəndə ya radiodan, ya telefon vasitəsilə onun haqqında bizim təsəvvürümüz formalaşır. Xasiyyəti, savadı, dünya görüşü, hətta boyu, görkəmi, bəli, görkəmi barədə. Misal üçün birini biz kök, çirkin, balaca boy təsəvvür eləyiriksə 100% onun səsi bizim xoşumuza gəlməyib. Və ya tam tərsinə gözəl, şux, qamətli, mülayim biri kimi təsəvvür eləyiriksə, onun səsi bizim çox ürəyimizə yatıb. Bəzən belə olur ki, uzun müddət telefonla əlaqə saxlayırlar və nəhayət görüşmək qərarına gəlirlər. Bu, müxtəlif məqsədli görüşmələr ola bilər. Əsasən, gənclər bunu reallaşdırırlar. Çox vaxt ilk görüşdə travma yaşayırlar. Niyə? Çünki uzun müddət bu insan bunu tamamilə başqa cür təsəvvür eləyir. Eskizini yaradıbdı və onu indi görmək istəyir. Facebookda şəkli də başqadır. Bəlkə də. Yəni hətta şəklini görməmiş mən yaranan təsəvvürdən danışıram. Hər şey çili-çili olub yerə tökülür. Nəyin hesabına yaranmışdı bu gözəl təəssürat? Səsin hesabına əlbəttə ki. Bəzən qalın səsli, kişilərdə bariton adlanır. Bəli. Qalın səsli bir nəfər bizə müraciət edəndə istərsiniz dönüb ona baxırıq. Mənim bir araşdırmam var. Orada qeyd eləmişəm ki, misal üçün bir mağazaya girmisiniz. Mağazaya daha doğrusu. Paltar mağazasına. Əlinizdə paltarı alıb dəqiqələrlə gözləyirsiniz. Ya qiymətini soruşursunuz, ya da sənə uyğun ölçüsünün olub olmadığını. Satıcı səndən başqa hamı ilə maraqlanır. Bir dəfə də olsun sənə dönüb demir ki, nə istəyirsən? Mən orada göstərirəm ki, siz bəlkə də satıcını günahlandırırsınız ki, məsuliyyətsizdir, mənə niyə baxmır filan. Xeyr. Günah bizim özümüzdədir. Bir qədər boğazı arıtlamaq deyirlər. Boğazı arıtlayıb, səs tonu yüksəldib, bayaqdan deyirsə ki, xanım, bu neçəyədir, xanım? Bir dəfə deyirsə, xanım, zəhmət olmasa deyin, bunun qiyməti neçəyədir, misal üçün. O, istərsiniz dönüb baxacaq və reaksiya verəcək. Səs önəmlidir ona görə. Bəli, çox önəmlidir, həddindən artıq önəmlidir. İqrar bilir, bizim bundan öncəki işlədiyimiz televiziyada xəbər mərkəzi çox qaynar bir məkan idi və durmadan telefonlarımız zəng çalırdı. Əlbəttə ki, tamaşaçılar da zəng vuran. Biz onları məmnun etməliyik. Nəyə görə? Çünki biz bir məhsul istehsal edirik, tamaşaçıya veririk. Tamaşaçı bizim müştərimizdir və müştəri də vəli nemətdir. Onu məmnun eləmək bizim borcumuzdur. Amma o qədər zənglər gəlirdi. İnsan bəzən yorulurdu, ona cavab vermək istəmirdi. Belə deyək, yəni bir şəkildə başından eləmək istəyirsən ki, vəziyyəti yüngül formaya gətirəsən. Amma o qədər yorğunluğun içində bəzən elə bir zəng gəlirdi. Bəlkə də çox mənasız bir söz deyir, amma adamı tutub saxlayır. Baxın, eyni cümləni 2 nəfər deyir. Salam xanım, hər vaxtınız xeyir olsun. Misal üçün, bir deyir, salam xanım, hər vaxtınız xeyir olsun. Bir də deyir, alo, salam xanım, hər vaxtınız xeyir olsun. İstər-istəməz mən onu dinləmək istəyəcəm. Bu kimdirsə çox savadlı, çox dünya görüşü geniş olan, yaxşı vəzifəsi olan biridir və nəsə vacib bir söz deyəcək. Səs tonu çox önəmlidir, həddindən artıq. Və intonasiya dediyimiz, yəni nitqin təməlini təşkil edən, nitqi gözəlləşdirən intonasiya dediyimiz bu termin məhz bu tonun hesabına, səs tonunun hesabına yaranır. Səs qalxır, düşür, zəifləyir, güclənir, bunun hesabına yaranır. İntonasiyadan söz düşmüşkən, mən o araşdırmamda bir təbiət mənzərəsi göstərmişəm, ağ-qara rəngdə. Yaz gəlib, çəmənlikdir, təbii ki, otlar yaşıl, lalələr qırmızı, səma mavi, amma o şəkildə içinə görünmür, hamısı ağ-qaradır. İntonasiyasız danışanda da bizim nitqimiz belə olur. Yəni, bizim hisslərimizi qarşı tərəfə ötürən səsimizin tonudur. Bütün hisslərimizi ona yükləyirik. Mənfi, müsbət, sevinirik, ağlayırıq, təəccüblənirik, ikrah hissi var, istehza və s. və əlaxır. İnsan övladının ən qədər hissi var və onun hamısını məhz intonasiya vasitəsilə yükləyib qarşı tərəfə çatdırmaq mümkündür. Eyni cümləni elə intonasiya ilə demək olar ki, qarşındakı insan səndən həddindən artıq məmnun qalar və başqa bir intonasiya ilə demək mümkündür ki, az qala səndən davaya çıxar. Mən bir misalı qeyd eləmək istəyirəm. Metrolarda hər yerdə lövhələr yazıb yapışdırıblar ki, eskalatorda hansı tərəfdə dayanmaq lazımdır? Üzü hərəkət istiqamətində sağ tərəfdə dayanın və sol tərəfi keçid üçün boş buraxın. Bunu hətta anons da eləyirlər.
Amma təəssüf ki, bizim vətəndaşlar nədənsə Qulaq çox vaxt ardına buna vururlar. əməl eləmirlər. Bir dəfə metroda düşüb keçmək istəyirəm, təbii ki, sol tərəfdən. Bir xanım dayanıb qarşımda və keçməmi əngəlləyir. Xanıma dedim ki, xanım, zəhmət olmasa sağ tərəfə keçin. Sağ tərəfdə dayanın və mənə icazə verin. O mənə bir baş üstə dedi. Baş üstə. Yazılı formada baxsaq, normal etiket cümləsidir. Mədəni, gözəl bir etiket cümləsidir. Amma xanım onu mənə elə bir intonasiya ilə dedi ki, sanki keçmirəm, düz eləyib burada durmuşam, sən niyə mənə belə dedin, özün çıx get, hardan istəyirsən keç get və s. və axır. Mən o qədər əsəbləşdim, mənim kimi səbirli insan onun bir o baş üstəsinə, onun o tonla deməyinə həddindən artıq əsəbləşdim, düzdür ona içini demədim. Amma xırda bir misaldır, həyatdan almış adi bir misaldır, amma nə qədər böyük qüvvəyə malikdir. Və Cəlal xanım çox doğru deyir. Yəni səs çox önəmlidir. Çünki mən bir əlavəm də var ki, radioların birində çalışırdım 6-7 il bundan əvvəl və hər gün 2 saatlıq efir boyu bizə müxtəlif zənglər gəlirdi. Məsələyə, gündəlik qoyduğumuz mövzuya. Radioda səs daha önəmlidir. Gündəlik qoyduğumuz mövzuya münasibət bildirdi və bir xanım həmişə zəng vururdu. O xanım o qədər səlis, sərbəst, gözəl, ahəng, yəni o çərçivələri qorumaq şərti ilə o qədər gözəl danışırdı. Fikrini o qədər gözəl çatdırırdı ki, səsində də bir məlahət vardı. Təsəvvür edin ki, hər efirə gələndə o 2 saat ərzində gözləyirdim ki, bugün mütləq zəng vursun. Bugün mütləq. Elə gün olurdu ki, məsəl üçün 2 gündən bir zəng vururdu, 1 gündən bir zəng vururdu. O zəng vurmadığı ərəfədə fikirləşirdim, görəsən bugün niyə zəng vurmadı. Yəni çox həvəslə o adamın zəngini gözləyirdim ki, o danışsın. Yəni həmişə də çox rahatlıqla ona vaxt verirdim ki, o çox danışsın. Adətən radioda belədir. Bir çərçivə var ki, qoruyursan, o dəqiqəni keçməmək şərti ilə dərhal kəsməlisən ki, sağollaşmalıyıq. Amma o xanım bir dəqiqədən də çox danışa bilirdi. İmkan da yaradırdı ki, danışsın. Çünki onun səsi, danışıq qabiliyyəti, nitqi çox aydın, səlis idi. Ona görə də biz, yəni bax o səs məsələsinə xüsusi mən vurğulamaq istəyirəm. Bir kiçik əlavəm olacaq. İnsanlar psixoloqa niyə gedir? Danışmaq üçün, düzdür? Psixoloq nə məsləhət görmür? Misal üçün gedib deyə bilərsən ki, mənim həyat yoldaşımla ciddi problemlərim var filan. O heç vaxt sənə deməyəcək ki, get boşan ya da ki, problemi qəbul elə, yaşamağa davam elə. Və yaxud təbii ki, dərman təklif eləməyəcək, bu onun sahəsi deyil. Sadəcə dinləyir. Sadəcə danışırsan, boşalırsan, yüngülləşirsən. Bəs bunu başqa insanlarla niyə eləmirik? Ətrafımızda en qədər insan var, dost, tanış, rəfiqə, qohum filan. Çünki bizi dinləmirlər. Problem kimdədir? Problem bizdədir. Yəni, elə formada danışmaq olar ki, qarşındakı insan səni saatlarla dinləməyə hazırdır. Elə formada danışmaq olur ki, 2 cümlədən sonra Allahım bu sussaydı, mən dincəlsəydim. Yəni, belə bir fikir yaranır insanlar. Bəli, Babək müəllim, təbii ki, bilirəm ki, əlavəniz var bu ayaqdan demək istəyirsiniz və bədən dili ilə mesajın çatdırılması məsələsini yenə də istəyirəm ki, siz davam edəsiniz bu mövzunu. Ümumiyyətlə, səs tonunun nizamlanması çox önəmlidir. İnsanlar bəziləri sürətlə danışırlar, bəziləri yavaş danışırlar, digərləri daha yüksəkdən danışırlar, aşağı səs tonu ilə danışırlar. Düzdür, bu insanların xarakterləri ilə, tipləri ilə də əlaqədardır. Bir də təmsil sistemləri ilə əlaqədar ola bilər. Vizual, yəni görüntülərlə daha çox düşünən insanlar daha sürətli danışırlar. Çünki görüntünü qaçırtmasın deyə daha sürətli danışır. Audialların səsləri ifadə eləmə tərzləri mükəmməldir, doğrudandır. Çünki onlar dünyanı səslərlə qavrayırlar. Dünya onlar üçün səslərdən ibarətdir. Bir də kinestetik insanlar daha aşağı tonda danışırlar. Hər kəlməni hiss eləyə danışırlar. Gözləri daha çox aşağıda olur. Yəni bu vizualların gözləri daha çox yuxarılarda olur. Audialların gözləri yan tərəflərdə, qulaq nahiyələrinə baxır. Kinestetiklər isə daha aşağı, yəni daxili hisslərlə düşünən insanlar. Burada bir məqam var. Qarşılaşdığımız insan və cəmiyyətdə yaşayırıq. İstənilən halda qarşılaşdığımız insanlar müxtəlif olacaqlar. Və qarşımızda bir sürətlə danışan insan var. Biz isə yavaş-yavaş danışır. İndi belə bir təsəvvür edin. Bir dənə çox sürətlə danışan insan, yavaş sürətlə danışan insan. Sürətlə danışan insan öyrəşib sürətə. Yavaş-yavaş onunla danışmağa başlayanda o deyəcək ki, yəni deməsə də ürəyində fikirləşəcək ki, ürəyim üzüldü buna qulaq asana kimi. İzah edə bilirəm. Və yaxud da ki, tərsi də keçərlidir. Digər insan sürətlə danışır, yavaş-yavaş danışan insan nə edir? Deyir ki, nə danışırsa heç nə başa düşə bilmirəm. Qavramaqda çətinlik yaranır. Qavramaqda da çətinlik çəkir. Yəni, biz burada nə etməliyik? Hər kəslə öz dilində danışmağımız lazımdır. Öz dilində dedikdə mən sadəcə Azərbaycan dilini nəzərdə tutmuram. Eyni zamanda səsin nizamlanması, səs sürətini, volümdür, ritmdir, tondur. Bunların hamısının... Nitq tərzi yəni. Bəli, səsin nizamlanması çox önəmlidir. Eyni zamanda da ki, fikirlərimiz, yəni ana məntiq 10%, 7%, yəni bu nisbətdə olsa da təxminən,
Bu özü də çox önəmlidir. Çünki verilən mesajların özü xüsusilə səs tonu və bədən dili ilə dəstəkləndiyi halda o zaman effekti daha yüksək olacaq. Eləmi? Yəni, məsəl üçün, belə bir məqamı mən burada xüsusən vurğulamaq istəyirəm ki, bəzən insanlar danışarkən qarşı tərəfdə təqsir axtarırlar. Bəzən yox, hər zaman. Biz əgər bir adama bir fikrimizi ifadə eləyirik, o adam bizi anlamırsa, təqsir kimdədir? Ondadır. Niyə görə? Çünki nə qədər başa salırıq, başa düşmək istəmir, yaxud qarşı tərəf bizə bir fikrini izah edir, biz anlamırıqsa, təqsir kimdədir? Yenə ondadır. Çünki necə başa salırsa, başa düşə bilmirik. Yəni, istənilən halda insan nə edir? Orada egosu müdafiə edir, özün təmizə çıxardır. Yəni, məndə heç vaxt təqsir olmaz, etalon mənəm. Ancaq başqa hər kəs təqsirkardır burada deyə bir mod içərisinə girmiş oluruq. Çünki insanlar daha çox istədikləri mesajı almaqdan ziyadə ən əsası haqlı çıxmağa çalışırlar. Ünsiyyət zamanı ünsiyyətimizin mənası nədir? Alacağımız mesajdadır, cavab reaksiyasındadır. Hansı cavab reaksiyasını alacağıq? Baxın, biz əgər ünsiyyət zamanı istədiyimiz bir cavabı almaq istəyiriksə, ona uyğun olaraq bir sual dizayn eləməyimiz lazımdır. Bu verilişi ən çox bəyəndiyiniz şeylər nələrdir? Deyə bir sual ünvanlasam sizə, beyin avtomatik olaraq verilişdə pozitiv bir şeylər axtarıb tapacaq və tapdıqlarına inanacaq, deyilmi? Və yaxud da ki, bu veriliş necədir? Sualın verəndə biraz təhlükəli olar. Çünki insanlar yaxşı da deyə bilər, deməyə də bilərlər. Ancaq mən istədiyim cavabı almağa uyğun bir şəkildə ana məntiqlə sual yönləndir. Sizdən 11 cavabını almaq istəyirəmsə, bəsit bir örnək, 5-in üstünə 6 gələndə neçə eləyir? Siz mənə 11 deyəcəksiniz, deyilmi? Yəni, hansı şəkildə, adi bir deyilmi sözü, özü də bir hipnotik qəlibdir. İnsanlar çox güman ki, bəli, elədir deyə bir reaksiya vermiş olurlar. İzah edə bilirəm mi? Və yaxud da ki, burada çeşidli texnikalar var. Sizdən bir neçə dənə hə cavabı ala bilərəm. Siz jurnalistinizmi? Bəli, cavabı verəcəksiniz. Yəni, cavabı hə olan 3 dənə, 4 dənə sual, yəni söhbət əsnasında soruşduqdan sonra nə olur? Beyniniz avtomatik olaraq həyə öyrəşir və ondan sonra verilən suallarda avtomatik olaraq hə cavabı verməyə meyilli olursa, təbii ki, dəyərlərinizə zidd deyilsə. Bu örnək də var. Məsəl üçün, dedikdə ki, kağız nə rəngdədir? Bir sual ünvanlayaq. Nə rəngdədir kağız? Ağ rəngdədir. Cəlalə xanımın köynəyi nə rəngdədir? İnək nə içir? Süd içir. Süd mü içir, su mu içir? Süd dediniz. Su içir. Baxın, bu qəlib yarandı beyninizdə. Avtomatik olaraq. Mistirin bir dənə də yoxlayaq ondan. Özüm belə şoka düşdüm. Yəni, süd içir. Niyə süd içir dedim ki, mən onu? Avtomatik. Çünki o qəlibi yaratdıq. Hipnotik təsir də bu. İzah eləyə bilirəm. Çox maraqlı oldu əslində. Bir də denəsək yaxşı olar. Hə, yəni bu Cəlalə xanımla yoxlaya bilərik. Bir əlimizdə neçə barmaq var? 5. 2 əlimizdə neçə barmaq? 10 əlimizdə neçə barmaq var? 100. 10 əldə 100 barmaq mı var? Beyin vurur. Onu bir əldə 5, 10 əldə 50 eləyəcək, deyilmi? Yəni, avtomatik olaraq bu qəlibləri yaradırıqsa, o zaman ünsiyyətimizə müsbət mənada təsir eləmiş olur. Yəni, bu bizdə NLP-də Erikson hipnozu deyilən bir şey var. Erikson dil qəliblərindən daha çox istifadə edir. Çünki istənilən halda insanlara təsir eləmə mexanizmləri nədən ibarətdir? İnsanda güvən oyandırmaqdır. Güvən oyandırmaqdır. Bunun üçün də necə eləyirik? Ahəng qururuq və onlarda etiraz yaratmayacaq tərzdə ünsiyyətə girməyə. Bu ünsiyyətin tamam fərqli bir səviyyəsidir. Yəni, bir şəkildə deyim ki, indi hal-hazırda burada oturmuşsunuz və məni dinləyirsiniz. Burada nə etiraz olacaq bu cümlədə? Bənzər cümlələrlə irəlilədikdə insanlar istəklərinə nail ola bilərlər. Bu qələmi ala bilərsinizmi? Baxın, mən ala bilərsinizmi deyirəm, alın demirəm. Amma Cəlalə xanım bunu alır. Niyə görə? O halda suallarla yönlən, bu dolayı təlqinlər deməkdir. Yəni, biz bunu sadəcə hipnozda deyil, eyni zamanda da ticarətdə, siyasətdə, yəni koçluqda, digər anlayışlar, yəni həyatımızın istənilən sahəsində tətbiq eləyə bilər. Yəni, bu şuurlu surətdə mesajların dizayn olunmasını bildirir. Bilirsiniz necədir? Bir də var ki, biz bir-birimizdə bilmədən qıcıq oyandırıq. Baxın, dil
çox mükəmməl bir vasitədir. İnsanları bir-birinə bağlayan, partnyorluqlar quran, holdinglər yaradan, insanları varlandıran, xoşbəxt edən bir vasitədir. Əgər o ünsiyyətdən doğru şəkildə istifadə eləməyəndə adamın başının bəlasına çevrilir. Yəni, gərək o vasitəni elə gözəl şəkildə ustalıqla istifadə eləyə bilərsən ki, o zaman sən ondan fayda götürə bilərsən. Molla Nəsrəddin evlənir dul bir xanımla, amma hər dəfə də xanımın beynində bir ər modeli var axı, duldur. Və hər zaman onu müqayisə edir. Molla bir şey eləyəndə rəhmətlik burada belə eləyərdi deyir. Rəhmətlik orada belə eləyərdi deyir. Stat gətirir. Stat gətirir. Bu da bunda qıcıq yaradılmış. Bir gündə çarpayıda uzananda yenə rəhmətlik belə eləyər deyəndə molla hirslənir, çiyni ilə necə vurursa arvad düşür yerə. Durur ayağa, ay kişi, nə edirsən? Deyir, sən, mən, rəhmətlik bura yerləşmirik deyir. Yəni, məqam onun üzərindədir ki, biz ünsiyyəti girdiyimiz insanlarla, əgər onlarda qıcıq yaradacaqsa, aramızdakı uçurumları dərinləşdirmiş olacaq. Yox, əgər bağ qurmaq istəyiriksə, bu bağın liflərin gücləndirmək istəyiriksə, o insanların dəyərlərinə dəyər qatmağımız, hörmət eləməyimiz, onun dünyasına hörmət eləməyimiz lazımdır. Klassik fikirli bir ağsaqqal düşünün. Muğamı, segahı, bayatı, şirazı çox sevir. Oturun onunla pop musiqisindən, metaldan danışın. Deyəcək ki, indiki gənclərin zövqü korlanır. Niyə belə deyəcək? Ona görə ki, onun dəyərlərinə, yəni xəritə anlayışı var da, onun dəyər verdiyi şeylərə siz dəyər vermədiniz. İzah eləyə bilirəm ki. Amma siz onunla Bayatı Şirazdan bir balaca söhbət edin, anlayışınız olması qalanını ona buraxın, onsuz da davam eləyəcək. Amma siz onun ağlında gözəl bir oğlan kimi qalacaqsınız. Deyilmi? Yəni, məqam bunun üzərindədir ki, biz hansı insanları sevirik? Sevdiyimiz insanlar hansılardır? Biz özümüzə bənzər insanları sevirik. Əsas onun üçün də nə etməliyik? Qarşı tərəfə şuur səviyyəsində olmasa da, şuuraltı səviyyədə mən sənin kimiyəm mesajın verməyi bacarmalıyıq. Yəni, bütün diplomatiyanın əsasında deyən şey əslində budur. Əslində, baxdıqda Obamanın ya digərlərinin davranışlarına baxın, necə səs tonların, Milton qəlibləri ilə danışırlar. Hansı şəkildə oturuş tərzləri, davranış tərzləri. Onlarla işləyən xüsusi peşəkar komanda var. Çox, xüsusi ən güclü koçlarla işləyirlər onlar. Yəni, bunu mən xüsusən vurğulamaq istəyirəm ki... Buradan keçid alıb bir şey vurğulamaq istəyirəm ki, bizdə siyasətçilərin əksəriyyəti, hansı ki, tez-tez, misal üçün efirlərdən və yaxud da ki, kütləvi bir mərasimlərdən insanlara səslənib, nəyəsə hansısa bir mesajı və yaxud açıqlamanı verirlər. Onların özünün nitq problemi var və onlar bu peşəkar komanda ilə yəqin ki, ömründə tanış olmayıblar və işləməyiblər. Bədən dili, səs tonu, nəyi, necə, harda demək, məncə sıfır səviyyəsindədir. Əksəriyyətində belədir və düşünsələr bu barədə yaxşı olar. Və mən bir məsələni də vurğulamaq istəyirəm. Bütün bu saydığımız, bu nitqdən danışdıq, səsdən danışdıq, bütün bunların başında mənə elə gəlir ki, düzgün nəfəs almaq durur ki, mən istəyirəm Cəlal xanım ona bir münasibət bildirəsiniz. Düzgün nəfəs almaq nədir? Baxın, səs necə yaranır? Biz nəfəs alırıq və nəfəsi ötürdüyümüz zaman qırtlaqda olan səs telləri daralmış vəziyyətdə olur. Eyni ilə tarda olduğu kimi, misal üçün, daralmış vəziyyətdədir, biz ona toxunuruq və səs çıxardır. Gərgin vəziyyətdə dayanan səs tellərindən hava üfürülərkən, hava keçərkən başlayır titrəməyə və bu zaman biz nə isə demək istəyiriksə, söz təbii ki, səslərdən təşkil olunur və hər səs, belə deyək, səs telləri tərəfindən ayrı-ayrılıqda istehsal olunur. Havanı üfürdüyümüz zaman nə isə demək istəyiriksə, səs, sonra isə söz yaranır. Əvvəlcə doğru nəfəs almalıyıq ki, səsimiz də doğru çıxsın. Səsimiz doğru çıxmalıdır ki, bizim sözümüz və bütövlükdə nitqimiz mükəmməl olsun. Baxın, bunu mən tələbələrə də deyirəm. Siz hardan nəfəs alırsınız? Diafraqmadan, yoxsa sinədən? Bunu necə təyin eləmək olur? Sadəcə dərindən nəfəs alırıq. Baxın, qarnım şişdir. Amma bəziləri nəfəs alanda çiyinlər qalxır və sinə qabarır. Bu çox yanlış nəfəs almadır. Təkcə nitq mədəniyyəti baxımından yox, ümumiyyətlə tibbi baxımdan çox yanlış nəfəs almadır. Bu zaman nə baş verir? Biz diafraqma adlanan orqanın funksiyasından qətiyyən istifadə eləmirik. Bu orqan digər orqanları aşağı basır, ağciyərlərimiz üçün rahat bir şərait yaradır ki, boş bir vəziyyətdə bütün havanı qəbul eləsin və dərindən nəfəs aldığımız zaman ağciyəri doldururuq. Amma sinədən nəfəs aldığımız zaman diafraqma orada yatır, heç bir şey eləmir, öz funksiyasını yerinə yetirmir. Biz sadəcə ağciyərin
5-dən 1 hissəsini hava ilə doldururuq. Az nəfəs aldığımız zaman, az hava qəbul etdiyimiz zaman danışarkən nə baş verəcək? Tez-tez nəfəsə, havaya ehtiyac duyacağıq və nitqimizi yarıda kəsib nəfəs alacağıq. Tez-tez nəfəs alanda nə baş verir? Təngi nəfəslik yaranır və bu nitqi çox eybəcər bir formaya salır. Bundan başqa, danışarkən bəzilər elə hesab edir ki, ağciyəri sonuna qədər doldurub, cümlənin sonuna qədər də bu havanı istifadə etmək lazım. Yəni cümlənin ortasında, əvvəlində, axırında dayanmaq lazım deyil. Hətta bizim aparıcılar var, xəbər aparıcılar var. Təsəvvür edin ki, cümlə bitib ən azından, hətta bu sahə ilə bağlı zərrə qədər də savad olmayan insan belə cümləsini bitirəndən sonra nəfəs alır. Bunlar isə bu cümlənin son hərfini o bir cümlənin ilk hərfinə calayırlar və əcayib bir söz əmələ gətirirlər. Əslində, nitqdə dayanacaq deyilən bir termin var. Diksiya sənətində dayanacaq deyilən bir termin var. Var qısa dayanacaq, var orta dayanacaq, var uzun dayanacaq. Qısa dayanacaqlardan biz nə zaman istifadə edirik? Misal üçün xitab edirik. Mən deyirəm, Babək müəllim dedim və ani olaraq dayandım. Ondan sonra davam edirəm. Orta dayanacaqdan nə vaxt istifadə edirəm? Cümlənin ortasında, misal üçün mürəkkəb cümlədir. Təbii ki, mürəkkəb cümlə iki və daha artıq sadə cümlədən təşkil olunub. Hər sadə cümlədən sonra mən dayanıram. Uzun nəfəs alma nə zaman baş verir? Ya cümlənin sonunda, ya da xüsusi bir tələb olduqda. Misal üçün, mən pafosla danışıram. Bilirsiniz, dayandım və o uzun fasilə dediyimiz 3 xətlə işarə edirik biz onu yazıda və uzun fasilə verdim. Bu da yəni xüsusi tələb olduğu halda, yəni intonasiyanı biraz da belə deyək, qabarıq formada çatdırmaq üçün lazım olan bir məsələdir. Səsə gəlincə, səs nəfəsi ötürdük, səs telləri gərilmiş vəziyyətdə idi, titrədi və səs əmələ gəldi. Bu xam səsdir. Xam səs ötürüldü ağız aparatına. Yalnız orada forma qazanır. A-dır, D-dir, J-dir, Z-dir. Yalnız orada forma qazanır. Ağız tənbəlliyi olan insanlarda bu səslər düzdür, formasını qazanır. Təbii ki, A deyirsə fərqlidir, D deyirsə fərqlidir. Amma ağızdan çıxanda sanki, mən həmişə belə deyirəm, tankın altında qalıb. Dişlərin arasına o səslər elə əziyyətlə çıxırlar ki, yəni bir mütəxəssis olaraq mən onu görə bilirəm. Sanki gözə görünməz bir şeydir, amma mən onu görə bilirəm. Dişlərin arasına o səslər necə əziyyətlə çıxdılar. Və yaxud ağzımız var, dodaqlarımız var. Dodaq səsləri və xüsusilə o dodaqların iştirakı olmadan normal şəkildə səslənə bilmir. Amma dodaqlardan istifadə eləmirlər. Baxın, belə danışırlar. Salam, hər vaxtınız xeyir, necəsiz? Belə danışırlar. Bəli, çənə tərpənmir, dişlər aralanmır, dodaq tərpənmir və dil içəridə hərəkət eləmir. Bunların hamısı ayrı-ayrılıqda geniş sahədir. Yəni, nitq mədəniyyətini öyrənmək istəyən insan A-da başlayıb Z-də bitirməlidir bu işi. Bu da nəfəslə başlayır. Və digər məsələlər sonraki mərhələdə həll olunur. Bəli, bəli. Babək müəllim, istəyirəm insanların fərdi inkişafının əsas amillərindən danışaq və buna da münasibət bildirəsiniz. Burada əsas amillər ondan ibarətdir ki, insan potensialının sonsuz olduğunu biz bilirik. Yəni ki, hər birimizin edə biləcəkləri etdiklərimizdən daha çoxdur. Ona görə də yaşadığımız həyat yaşaya biləcəyimiz ən yaxşı həyat deyil. İnsan çox şey eləyə bilər. Ancaq insanların əksəriyyəti bu potensialın varlığından belə xəbərsiz şəkildə yaşayırlar. Yəni, ən yaxşı ağac alsa ağaca deyirik, yaxşı bar verən ağaca və yaxud da ki, ən yaxşı inək, yaxşı süd verən, ət verən inəyə deyilir. Yaxşı tarla dedikdə məhsuldarlıq verən bir tarlanı nəzərdə tuturuq. Göründüyü kimi varlıqlar öz potensiallarına nə qədər yaxşı şəkildə ortaya qoya bilirlərsə, onlara yaxşı varlıqlar deyilir. İnsanlar da bunun kimidir. İnsan əgər öz potensialını tam şəkildə ortaya qoya bilərsə, bütöv ola bilər. Əvvəlcə fərqində olmaq lazımdır. Bəli. Bütöv ola bilər və tam şəkildə özünü ifadə edə bilər və yaxşı insan titulu qazana bilər. Ancaq biz nə edirik? Bəzi hallarda öyrənilmiş çarəsizlik, özümüzü hərəkətə keçirə bilməmək, güvənsizlik və yaxud da ki, acizlik, bütün bunların içərisində insan nə edir? İtib batır. Və uşaq vaxtında möhtəşəm olan o enerji ki var, mən bunu eləyəcəm, bu şəkildə eləyəcəm, böyüyəndə bu
olacam, o olacam, amma böyüdükdən sonra qorxular çoxaldıqca insanda həmin istəklər də sönmə həddinə gəlir, çatır və o möhtəşəm enerji kirlənir, qapanmış bir vəziyyətə gəlir. Sonra isə, amma bu enerji onda var. İnsanın içində o potensial var, ancaq bu potensialı çıxarda bilmir, özünü hərəkətə gətirə bilmir, qorxuları var. Nə etmək lazımdır? Demək, bunlardan, bu artıq yüklərdən azad olmaq lazımdır. Hansı şəkildə azad olacağıq? Hansı ki, potensialın içdə olduğunu üzə çıxarda biləriksə, avtomatik olaraq qorxu dumanı dağılır. Cəsarət gəldiyi zaman, güvənsizlik gəldiyi zaman. Çünki bütün qorxular da, öyrənilmiş çarəsizlik də, bütün acizliklər də hamısı öyrənilir, illüziyadır. Amma bir insana siz desəz ki, bu illüziyadır, deyəcək, bu necə illüziya ola bilər ki? Bu mənim həyatımdır. Real bu həyatda yaşayır. İnsanların çoxsu gerçək həyatda yaşadıqlarını zənn edirlər əslində. Bizim yaşadığımız həyat gerçək həyat deyil. Sadəcə onu necə mənalandırırıqsa o cürdür. Gerçək həyatın nə cür olduğunu biz bilə bilmirik. Sadəcə hər birimiz dünyaya fərqli şəkillərdə baxılır. Bir örnək deyim, həyat nədir? Mən həmişə treninqlərimizdə bu sualı verirəm. Həyat sizin üçün nədir? Cəlalə xanım, bir cavab verə bilərsinizmi? Bəlkə iqrardan soruşasınız. Ondan da soruşacağım. Həyat bizim üçün, yaşamaq üçün bir deyək, bir məkandır. Məkandır. Bəli. Sizin fikrinizcə? Doğuluşdan ölənə qədər sürdüyümüz ömürdür, belə deyərdim. Təşəkkür edirəm. Mən bir şey vurğulamaq istəyirəm ki, həyatın konkret tərifi dünyada yoxdur. Kim necə qavrayır? Bəli, həyatın sadəcə metaforlarla ifadə edirik. Hər birimiz, biri deyir, həyat mübarizədir. Əgər o cür deyirsə, onun həyatı həqiqətən də mübarizədir. İzah edə bilirəm ki, insan həyata hansı anlamı yükləyirsə, həyat həqiqətən onun üçün odur. Yəni, mən bunu demək istəyirdim, izah edə bilirəm. Yəni, onun üçün, əgər həyatı bizə zərər verəcək bir şəkildə, yaxud əngəlləyəcək bir şəkildə mənalandırmışıqsa, o zaman həyatı bizi gücləndirəcək şəkildə mənalandıra bilərik. Yəni, biz burada bu mənanı dəyişə bilərik. İzah edə bilirəm ki, həyat tango dedikdə, bir rəqs dedikdə, həyat artıq avtomatik olaraq anlam dəyişir bizim üçün. Ancaq bunu inanc səviyyəsinə qədər dərində əkməyimiz lazımdır ki, bu insan həqiqətən də bunu tam olaraq qavraya bilsin. Treninqlərimizdə çox insanların həyatının dəyişdirilməsinə nail olmuşuq. Yəni, özgüvən əskiklikləri, cürbəcür çarəsizliklər, fobiyalar, qorxular və yaxud da ki, sönmüş motivasiyalar, həyata istəksizlik, bunların hamısı düzələnə bilən bir şeylərdir. Çünki aciz insanlar yoxdur, insanları acizləşdirən ruh halları var. Bəli. Əgər insan avtomatik olaraq bir aciz vəziyyətə necə girə bilər? Bir dəqiqənin içərisində aciz vəziyyətə girə bilərsiniz. Ən negativ xatirənizi xatırladım sizə. Qorxunc bir xatirəni artıq ağlınıza gəldi artıq. Bəli, siz o gəldiyiniz, canlandı. bəli, bilirəm. Efrin sonuna yaxın yaxşı deyil bu. Yəni, gəldiyiniz zaman, o zaman nə olur? Həmin o gücsüzlüklər bədəninizə yüklənmiş olur. Bunun tərsi də keçərlidir. Həyatınızda uğurlarınız çox olub, deyilmi? Güclü bir ruh halınız olan zamanı xatırlayır. Baxın, görürsünüz mü? Dərhal da gəldi. Sifətiniz də dəyişdi. Yüz də gülür. Həmən yüz gülür. Bilirsiniz, bunlar hamısı sizin resurslarınızdır. O resursları lazımı anda, lazımı yerdə çıxardıb istifadə eləməyimizdən lazımdır. Yəni, əsas məsələ burada beyni necə işlədə biləcəyimizdən söhbət gedir. Çünki əgər biz beynimizi idarə eləməsək, beyin bizi idarə eləyəcək. Hər şey beyində başlayır, deyilmi? Əgər biz həyatımızda bir qərar veririksə, məsələn, bir var ki, mən istəmirəm, bu həyat yaxşıdır deyir. Özün başqa gözəl, daha yaxşı bir həyata layiq bilmir insan. Və yaxud da ki, mən istəyirəm həyatımı dəyişim, necə eləyəcəyimi bilmirəm deyirsə, bu da tamam başqa bir sözdür. Və ikinci adama kömək eləmək olar. Əgər insan istəmirsə, Amerikanın və yaxud da ki, dünyanın ən güclü professorların gətirin xeyri yoxdur. Ən güclü master, trenerlər, koçlar işləsin, ondan faydası yoxdur. İnsan istəyərsə, o zaman istək başqa bir şeydir. İstək insanı dəyişdirir və ona yardım eləmək olur. Düz deyilmi ki? Yəni, heç kimi biz durduğumuz yerdə dəyişdirə bilmərik. Sadəcə insanlar gəlirlər və biz onları köməklik eləyə bilərik. Sadəcə olaraq burada insanlar özləri nə edə bilərlər? Özləri
bütün həyatın, yəni bu yaşadıkları həyatın tam olaraq gerçək olmadığını, gerçək həyatın içlərində olduğunu və istədikləri şəkildə öz həyatlarını dizayn eləyə biləcəklərini demək istəyirəm mən burada. Çünki bilirsiniz, bəzən insanlar həyatı şansa bağlayırlar və yaxud da ki, olacaq bir şeylərə bağlayırlar ki, şans gələcək bir şeylər olacaq. Ancaq şans mənim üçün nədir? Tutalım ki, 5 dəfə qəpi yatıramsa göyə, 5 dəfə qerb gəlməyini istəyirəmsə, 5 dəfə qerb gələnə qədər atsam gələcək. İzah edə bilərəm. Mən burada sadəcə olaraq vaz keçməməkdən, İradəli olmaq. İstəklərin üzərinə, bəzən elə olur ki, özlərini hərəkətə gətirə bilmirlər. Hər kəsin bir komfort zonası var. İstənilən halda komfort zonamız var da. O komfort zonası hər bir insanın var. Mənim də var, sizlərin də var. O komfort zonasının içərisində heç bir problem yoxdur. Problem hardadır? Komfort zonasından kənardadır. Yəni, əgər biz hər hansısa bir dəyişim eləmək istəyiriksə, nə etməliyik? Komfort zonamızdan çıxmalıyıq. Çıxanda nə olur? Ağrı yaranır. Yəni biz sıxıntı, darıltı, yəni müəyyən zehni əzginliklər, bunlar da ağrı hesab olunur. Bir ağrı yaranır. Yaxşı, indi olduğumuz həyatdan zövq alırıqmı? Aldığımız da var, amma dəyişdirmək istədiyimiz də var. Niyə dəyişdirmək istəyirik? Çünki indiki həyatımızdan da ağrı alırıq. Ya, insanlar indiki həyatından ağrı alırlar. Və çıxanda da əgər ağrı alacaqlarsa, niyə onda çıxmırlar buradan? Yəni, indiki həyatdan aldıqları ağrının çıxanda alacaqları ağrıdan daha az olacağın beyin qavradığı üçün çıxmırlar. Çünki hər zaman müqayisə edirik. Beyin mütləq müqayisə edir və seçimləri necə eləyir? Qavraya bildiklərinin içərisindən seçir. Tutalım ki, siz öz yaxınlarınıza, dostlarınıza məsləhətlər verirsinizmi? Mən xoşlamıram məsləhət verməyi. Tamam, olur. Yəni, siz xoşlamırsınız, amma verənlər olur. Müəyyən dərəcədə məsləhət verənlər olur. O məsləhət verəndə onun xeyrinə verirsiniz, düz deyilmi? Bəli. Onun xeyrinə versəniz də, elə olurmu ki, onlar o məsləhəti qəbul eləməsinlər? Olur. Olur. Niyə görə olur? İnsana daha yaxşı bir seçim verirsən, məntiqə əsasən seçim nə vaxt dəyişir? Daha yaxşı bir seçim olanda dəyişir. Düz deyilmi? Daha yaxşı bir seçim verəndə niyə dəyişmədi? Çünki insan problem qavramadadır. İnsan sadəcə qavradıqlarının içərisindən seçir. Demək ki, onu qavraya bilmədi. Bəli. Çox zamanda problem burada çıxır. Biz əsasən bizim işimiz nədən ibarətdir? İnsanın beyninə o seçimləri tanıtmaq. Amma bunu sözlə deməklə alınmır bəzən. Çünki fərqli bir şəkildə ünsiyyət istəyir. Sən şirsən, pələngsən, aslansan deyək, o özü ona inansın, içindəki inanmasa xeyri yoxdur. Gərək içindəki inandırasan ki, o kodlama orada dəyişsin, insan tamamən dəyişsin. Yoxsa o şəkildə olmayacaq. Bəli, bəli. Babək müəllim, çox gözəl danışırsınız və çox da gözəl izah edirsiniz. Təşəkkür ederim. Amma bizə ayrılan efir vaxtı təəssüf edirəm ki, çox azdır və son olaraq istəyirəm Cəlal xanım da fikirlərini yekunlaşdıraq və bilirəm ki, deməyi sözü çoxdur, amma yekun olaraq istəyirəm. Babək müəllimi dinləmək də xoşdur. Əlbəttə. Mən sadəcə tamaşaçılarımıza demək istəyirəm ki, həm Babək müəllimin sahəsini, NLP sahəsini, həm nitq mədəniyyəti sahəsini mütləq öyrənsinlər. Həyatın düyün nöqtəsi bu iki məsələdədir. Uğur, düşüncəni hərəkətə keçirmək və nitq qabiliyyəti. Uğurumuzun da, uğursuzluğumuzun da səbəbi bu iki məsələdir. Baxın, deyir ki, nə dediyin önəmli deyil, necə dediyin önəmlidir. Mən qısa bir şey danışım. Bir dəfə padşah yatır, yuxuda görür ki, bütün dişləri tökülüb yemək yeyə bilmir. Səhər yuxudan durur, münəccimi çağırır, deyir, bunu yoz mənim üçün. Deyir, padşah sağ olsun, siz çox uzun bir ömür yaşayacaqsınız və təəssüf ki, bütün yaxınlarınız gözünüzün qarşısına bir-bir öləcək və siz tək qalacaqsınız. Padşah əsəbləşir, bunu zindana göndərir və növbəti münəccimi çağırır. Eyni yuxunu danışır, aldığı cavaba baxın. Padşah sağ olsun, siz uzun bir ömür yaşayacaqsınız və nə gözəl ki, uzun illər məmləkəti siz idarə edəcəksiniz. Padşah deyir ki, gətirin xəzinənin yarısını verin bu adama. Çıxanda əyanlar soruşurlar ki, o da eyni fikri dedi, sən də eyni fikri dedin. Ona zindan qismət oldu, sənə qızıl qismət oldu. O da deyir ki, nə dediyin önəmli deyil.
necə dediyin önəmlidir. Ona görə bu işin sirrini öyrənmək lazımdır. Öyrənəndən sonra insanın əlində sehrli çubuq olur. bəli, Hara tamam, doğru. toxundursan, hansı qapıya toxundursan, o mütləq açılacaq və çoxlu uğur da pul deməkdir, çoxlu pul Bəli, qazanacağıq. əziz tamaşaçılar, nə dediyimizə yox, necə dediyimizə fikir verməliyik və elə bu arzuda da biz artıq istəyirik ki, sağollaşaq, çünki efir vaxtı burada bitir Babək müəllim. Təşəkkür edirəm, çox sağ olun, Cəlal xanım, təşəkkür edirəm. Mən təşəkkür edirəm, Və sağ əziz olun. tamaşaçılara qeyd etmək istəyirəm ki, biz bugün ümumilikdə bədən dilindən danışırdıq, səsdən danışırdıq, səs estetikasından danışırdıq, düzgün nəfəs almadan danışırdıq və yenə də Cəlal xanım qeyd etdiyi kimi dediyimiz hər hansı bir sözü necə çatdırmaq lazımdır. Bax, bunu da harada öyrənmiş olduq və bu işdə bizə kömək edən qonaqlarımızı təqdim etmək istəyirəm. Bir daha ki, kim idi qonaqlarımız? NLP ustadı Babək Bayramov. Təşəkkür edirəm gəldiyinizə görə və dil aparıcı diksiya üzrə mütəxəssis Cəlalə xanım Nəzəroğlu. Çox sağ olun. Dərin təşəkkürümü bildirirəm sizə. İnşallah görüşmək ümidi ilə. Əziz tamaşaçılar, bugünlük bu qədər. Özünüzlə müğayət olun. Sağ olun. Sağ olun. Qalın.